Bu sabah yenə gözümüzü çox qəmli bir, kədərli bir xəbərlə açdı. Bizim Azərbaycanımızın gözəl ustad qəzəlxani Hacı Arif qardaşımızı itirdi. Allah rəhmət eləsin, qəbri nurla dolsun. Və onun doğrudan böyük itkidir. Xalq üçün, millət üçün, vətən adına, xalq adına belə bir ustadı itirmək doğrudan da böyük itkidir. Və onun vəfat xəbərini eşidəndə əzizimiz, qardaşımız, Allah qəbrini nurla doldursun, Allah sevdiyi Məhəmməd və Ali Məhəmməddən ayrı salmasın. Yadıma gözəl hacımızın sözü düşdü ki, hacı son xütbələrinin birində demişdi ki, artıq bir-birimizi itirən vaxt gəlib, tezliklə ayrılacaq, tezliklə bir-birimizi itirəcək. Doğrudan da belədir, görürsən ki, əzizlər, dostlar, qardaşlar bir-bir dünyadan köçürlər. Allah ruhlarını şad eləsin. Allah bu xanım Fatimə Zəhra salamullah aleyhanın məclisinin feyzindən, savabından o əzizlərimizin qəbrinə savab inayət eləsin inşallah. Qardaşımız Hacı Arif, Hacı Şahin əzizimiz olmaqla bütün dünyasını dəyişən dəyərlilərimizin, əzizlərimizin və öz ölənlərimizlə bahəm ruhların yad eləyə bir salavat zikr eləyə inşallah. Allahümme salli ala Muhammed və ali Muhammed.